بسم الله الرحمن الرحيم. يا علي يا عظيم يا غفور يا رحيم، أنت الرب العظيم الذي ليس كمثله شيء، وهو السميع البصير. وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه علي، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، منا علي بفكاك رقبتي من النار فيمن تمن عليه، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. بسم الله الرحمن الرحيم. اللهم أدخل على أهل القبور السرور، اللهم أغني كل فقير، اللهم أشبع كل جاعي، اللهم اكسو كل عريان، اللهم اقضي دين كل مدين، اللهم فرج عن كل مكروب، اللهم رد كل غريب، اللهم فك كل أسير، اللهم أصلح كل فاسد من أمور المسلمين، اللهم اشفي كل مريض، اللهم سد فقرنا بغناك، اللهم غير سوء حالنا بحسن حالك، اللهم اقضي عنا الدين وأغننا من الفقر، إنك على كل شيء قدير. بسم الله الرحمن الرحيم. اللهم وفر حظي فيه من النوافل، وأكرمني فيه بإحضار المسائل، وقرب فيه وسيلتي إليك من بين الوسائل، يا من لا
يشغله إلحاح الملحين. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم. رب اشرح لي صدري واحلل عقدة من لساني يفقهوا قولي. أما بعد نحمده ونستعينه ونستغفره. السلام عليكم جميعا ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. اللهم اجعلني فيه من المتفقين عليك واجعلني فيه من الفائزين لديك واجعلني فيه من المقربين إليك بإحسانك يا الغافة الطالبين. İlahi, bugün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm ey tələb edənlərin məqsədi olan Allah. Allahın salamı, rəhməti, bərəkəti hamımızın üzərinə olsun. Bu gözəl Ramazan ayının feyzindən bizləri inşallah Allah binəsib eləməsin Allahın izni ilə. Bugün Ramazan ayının 10-cu günüdür artıq. Artıq bu 10 günlüyə yaxınlaşmışıq. Bugün İslam Peyğəmbəri zövcəsi olan xanım Xədicənin salamullah əleyhanın şəhadət günüdür. Bu münasibəti ilə başda zamanı imamı olmaqla hamınıza başsağlığı ərz edirəm. Allahın Rəsulunun sədaqətli həyat yoldaşı, İslamın ilk və ən böyük fədakar qadını xanım Xədicə haqqında bu günləri danışacağıq. Onun həyatı, fədakarlıq, imanı və məhəbbət nümunəsidir. Bunu hamı da bilir. Xanım Xədicədən bir neçə mövzuya işarət edib və dünənki söhbətimiz yarımçıq qaldı. İlahi hökmlər hansılar idi? O barədə söhbət eləyəcəyik inşallah. Xanım Xədicə salamullah əleyha Peyğəmbərimizin peyğəmbərliyə inanan şəxslərdən biri idi. Bilirdi ki, bu peyğəmbərdir. Peyğəmbərliyinə inanan ilk şəxslərdən biri də, ilk insanlardan biri də xanım salamullah əleyha idi. Öz sərvətini, hörmətini və həyatını İslam yoluna fəda etdi. Bütün həyatını, məqsədlərini, niyyətlərini və o cümlədən də öz həyatını İslam yoluna fəda etdi. Məkkənin ən varlı və hörmətli qadını olmasına baxmayaraq, İslam uğrunda bütün imkanlarından keçdi. İslam yolunda bütün həyatından keçdi. O təkcə Peyğəmbərimizin zövcəsi deyil, həyat yoldaşı deyil, o Peyğəmbərə bir dəstəkçi idi. Peyğəmbərin həmişə yanında olurdu. Bir dəstəkçisi idi. İslam yayıldıqca müşriklərin düşmənçiliyi daha da şiddətlənirdi. Tarixinə nəzər yetirəndə görürük ki, İslam günbəgün qabağa getdikcə müşriklərin sayı da çoxalırdı. Daha da düşmənçilik şiddətlənirdi. Onlar Peyğəmbərimizə və onun səhabələrinə qarşı zülmlər edirdilər. Onları incidirdilər, təhqir edirdilər. Xədicə salamullah əleyha var dövlətini və nüfusunu bu çətinliklər qarşısında müdafiə etmək üçün istifadə elədi. Bütün malını, mülkünü, həyatını İslamı qorumaqdan ötəri neynədi? İstifadə elədi. Müşriklər Peyğəmbərimizə və onun yaxınlarına qarşı iqtisadi və sosial blokada tətbiq etdikdə Xədicə salamullah əleyha bütün sərvətli müsəlmanların ehtiyacını qarşılamaq üçün xərclədi.
bütün varını, mülkünü, hamısını müsəlmanlara xərclədi. Nəyi var idisə hamısını. Nəyi var idisə hamısını xərclədi İslam yolunda. Məkkə müşriklərinin müsəlmanlara tətbiq etdiyi iqtisadi və sosial blokada zamanı Xədicə salamullah əleyha Peyğəmbərimizin və digər müsəlmanlarla birlikdə Şib Əbu Talibdə ağır şərtlər altında yaşadı. O bu müddətcə aclıq, susuzluq və ağır şəraitə baxmayaraq Peyğəmbərimizin yanında oldu. Həmişə ona dəstək oldu. Ac qalırdı, susuz qalırdı, amma yenə də Peyğəmbərimizin yanından əl çəkmirdi. Ona olan eşqi, sevgisi görün nə həddə olub ki, nə aclıq tanıyıb, nə susuzluq tanıyıb. Onun bu dövrdə çəkdiyi əziyyətlər səhhətindən ağır çətinliklər üst tutdu. Və nəticədə Hicrətin 3 il əvvəl 10-cu ildə Ramazan ayında da vəfat elədi. Xanım Xədicənin şəhadəti Peyğəmbərimizə çox təsir edirdi. Peyğəmbər bir il gülmədi, üzü gülmədi. Həmişə ağladı. Həmişə xanım Xədicənin hörmətini saxladı. Xədicə dünyasını dəyişəndə Peyğəmbərimiz onu böyük hüzn və göz yaşları ilə qarşıladı. O Xədicənin fədakarlığını heç vaxt unutmadı və həmişə onu yad eləyəndə xoş sözlərlə yad elədi. Onun vəfat etdiyi il Peyğəmbərimiz üçün çox ağır oldu. O bir il ərzində də bu il Əmül Hüsn adlandırıldı. Yəni hüzn ili adlandırıldı. Xanım Xədicə salamullah əleyhanın Peyğəmbərimiz onun haqqında belə bir şey buyurub ki, deyir, Əfdalu nisa'il aləmin Məryəm, Asiyə, Xədicə və Fatimə. Deyir, dünyanın ən fəzilətli qadınları Məryəmdir, Asiyə xanımdır, Xədicədir və Fatimədir. Dünyanın ən güclü və fədakar qadınları bunlardır. Əfdalu nisa'il aləminə Məryəm, Asiyə, Xədicə və Fatimə. Allah Rəsulü Xədicə salamullah əleyha üçün Allahın behişdə bir saray hazırladığını və onun burada rahatlıq tapacağını bildirmişdi. Əvvəlcədən demişdi ki, Xədicənin yeri nədir? Behişdə gözəl bir yerdə olacaq. Bu onun dünya həyatında çəkdiyi əziyyətlərin qarşılığında verilən ilahi bir mükafat idi. Çünki bu həyatda çox çətinliklər gördü, mübarizə apardı. Xanım Xədicə salamullah əleyha bütün qadınlar üçün sədaqət və fədakarlıq nümunəsi idi. O öz şəxsiyyəti, fəzilətləri ilə təkcə Peyğəmbərimizin həyatında yox, bütün İslam tarixində mühüm yer tutub. O bizə öyrədir ki, iman və ixlasla edilən fədakarlıq həm bu dünyada, həm də axirətdə ən yüksək məqamlara ucaldır. Xanım Xədicə salamullah əleyha bizə göstərir ki, İslam yolunda sərvətini, gücünü və həyatını fəda etmək Allah rızasını qazanmağın ən gözəl yollarından biridir. Biz də onun həyatını nümunə gətirərək imanımızı möhkəmləndirməli, çətinliklər qarşısında səbirli olmalı və İslam dəyərinə sahib çıxmalıyıq. Əgər biz həqiqətən Əhl-i-Beyt sevəriksə, Peyğəmbər sevəriksə, gərək onların həyatına da bir üst tutaq. Görək o nə çətinliklər görüblər, nələrdən keçiblər və o İslam dəyərlərinə biz sahib çıxmalıyıq. Allah bizə onun imanını, sədaqətini və fədakarlığını örnək götürməyi nəsib eləsin. Çox gözəl həyat yaşayıblar. O həyat çətin də olub, çətinliklərlə üzləşiblər. Amma yenə də yanlarında olublar. Həmişə yanlarında olublar. Bu bir eşqin bariz nümunəsidir.
Biz ilahi hökmlərdə dedik ki, eşq də bu ilahi hökmlərin ləzzətində xüsusi rolu var. O eşq ki, Peyğəmbərimiz vəfat eləmişdi, onun bir dəvəsi var idi. Peyğəmbərin yoxluğuna dözə bilmədi, başını qayalara çırpdı və özünü öldürdü o dəvə. Eşq bu idi. Eşq o idi ki, Cənab-ı Cəbrail Peyğəmbərin vəfatından sonra mən yer üzünə bir daha enmərəm. Eşq bu idi. Eşq başqa nədir? Eşq deyir, Əli ilə Fatimənin bir-birinin olan eşqi idi. Züleyxa da Yusufu sevirdi. Onu əldə eləməkdən ötürü çox şeylərə əl atdı. Amma gəldi, axırda ilahi eşqi tapdı Züleyxa. Neçə illər Yusufun əsrətində dəli divanə oldu. Amma sonda Yusufa nə dedi? Dedi, mən həqiqi eşqi tapdım. İlahi eşqi tapdım. O eşq idi ki, Züleyxa Yusufun dərdindən qocalmışdı. O eşq ki, Züleyxa o həqiqi eşqi tanımırdı. Amma vaxt vədə yetişdi, Züleyxa o ilahi eşqi tapdı. Yapışdı Allahdan. Yusuf gəldi, getdi Züleyxacan. Züleyxa nə dedi ona? Quranda da ayə keçir. Dedi, mən həqiqi eşqimi tapdım. Allahla münacatı tapdı, həqiqi eşqi tapdı. Eyni ilə Peyğəmbərə olan eşq necə idi? Xanım Xədicə necə eşqlə yaşayırdı Peyğəmbərlə? Düzdür, onlar əziyyətlər gördülər, amma onların köməyində olan nə olurdu? Onların köməyində olan eşqləri idi, sevgiləri idi. Ona görə də eşq müqəddəsdir. Eşqin bariz nümunəsi xanım Fatimədir, Həzrət Əli ibn Əbi Talibdir. Əsl eşq görmək istəyirsənsə, bax onların həyatına. Bax Peyğəmbərlə xanım Xədicənin həyatına. Bax Əli ilə Fatimənin həyatına. Gəl bunların həyatına bax. Nağıllara çox inanma. Gəl həqiqi eşqi yaşayanlarla tanış ol. Həqiqi eşqdə sadiq olanlara bax ki, inan. Deyir, bir insanın ki, cibinə baxarsan dünyana, əldə edərsən. Bir insanın ki, təqvasına baxsın, imanına baxsın, axirət əldə edərsən. Onlar cibə baxdılar, pula baxdılar, yox. Onlar həmin şəxsin imanına, təqvasına baxdılar. Ümumiyyətlə, eşqdə baxış iki cürdür. İki cür eşqdə baxış var. Bir sirət var, bir surət var. Ərəbcə. Bir sirət var, bir surət var. Sirət gözün ilk baxışda gördüyüdür. Surət qəlbin ilk baxışda gördüyüdür. İnsanlar gərək sirətin gördüyünə yox, gözün ilk baxışda gördüyünə yox, surətin, yəni qəlbin ilk baxışda gördüyünə aldansın. Sirətə aldanmasın, surətə aldansın. Qəlbin ilk baxışda gördüyü həqiqi eşqdir. Amma sirətin ilk baxışda gördüyü o həqiqi eşq deyil. Sirətlə surət çox mühümdür. Bunu biz ilahi hökmlərin ləzzətində demişdik. Nə demişdik? İlahi hökmlərin ləzzəti insan həyatına gətirdiyi mənəvi bir rahatlıqdır. Daxili sakitlikdir, ruhi yüksəlişlərə bağlıdır bu. Bugünkü gündə də biz dünənki söhbətimizin davamını istəyərdik gətirək. Ruhun sakitçiliyi. Növbəti hissədən başlayan ruhun sakitçiliyi, yəni namazın ləzzəti. Namaz nə edir? Sənin ruhu sakitləşdirir. Namaz qılmaq insanın yaradanla, yəni Allahla əlaqə qurduğu ən mühüm ibadətlərdən biridir. Gündəlik həyatın gərginliyi içində namaz bir növ mənəvi dincəlmə və ruhi sakitlik mənbəyidir. Nə qədər dərdi fikrin olursa, ruhu yönləndirirsən Allaha. Nə olur? Qəlbin görsən aramlaşır. Məsələn, adam da var deyirsən ki, görsən məscidə gedir. Deyirsən, niyə gedirsən məscidə? Deyir, mən həqiqi eşqi tapıram ona görə. Həqiqi eşqi mən Allahda görürəm. Gedirəm Allahla münacat edirəm, heç namaz qılmasam belə. Münacat edirəm, keyfim düzəlir.
əhvalım yaxşılaşır. Namaz qılıram, ruhum sakitləşir, ruhum dincəlir. Səcdəyə getmək insanın həm fiziki, həm də ruhani olaraq Allahla yaxınlaşmasına təmin edir. Davamlı olaraq namaz qılan insanlar qəlblərində bir rahatlıq hiss edirlər. Çətinliklər qarşısında sanki bir sədd çəkirlər, bir hasar hörürlər çətinliklərlə bağlı. Oruc yalnız yeməkdən və içməkdən imtina etmək deyil. Oruc eyni zamanda nəfsi tərbiyə etməkdir. Keçən söhbətimizdə dedik ki, ilahi hökmlərin ləzzətində bu da var ki, nəfsin idarə olunması. Sən oruca acsuz qalmaq kimi baxmayın. Eyni zamanda bu nəfsi tərbiyə eləməkdir. İnsan müəyyən müddət aclıq və susuzluğa dözərək nəfsinin istəklərinə qarşı müqavimət göstərir. Nəfs yer çıxır deyir ki, elə. Amma iman burada çıxır deyir ki, sən orucsan. Sən onu orucluq iman dərəcəsini artırır və səni o günahdan çəkindirir. Bu prosesin sonunda insan öz iradəsinin gücləndiyini hiss edir. Oruç tutanlar bədənlərinin və ruhlarının daha yüngül və təmiz olduğunu, eyni zamanda da empatiya hisslərinin gücləndiyini qeyd edirlər. Bunu bütün psixoloqlar da, həkimlər deyir ki, empatiyanı insan vücudunda gücləndirən oruc deyəcəyinə. Empatiya yəni sağlamlığını gücləndirən. İslamda halal qazanc xüsusi əhəmiyyət daşıyır. İnsan haram yollarla əldə edilən sərvətin mənəvi yük daşıdığını, sonda sahibinə zərər gətirdiyini anlayır. Haram qazanırsan, o görürsən ki, sənə yükdür, mənəvi bir yükdür. Sənə pul gəlir, düzdür, haram yolla gəlir, amma o mənəvi sənə yük gətirir. Halal qazancla dolanan şəxs isə vicdan rahatlığı yaşayır. Bilir ki, mən halal ruzu qazanıram. Əlimdə olan halaldır. Nəinki başqa bir şeydir. Əlimdə olan halal ruzudur. Əlimdə olan bilirəm ki, mən qazancım halaldır artıq. Gözəl ruzim var, qəşəng ruzim var. Hardandır? Halal ruzu qazanıram. İslamda bəs necə dəyərləndirirlər bunu? İslam nə deyir? Deyir haram qazan? Yox. İslam da deyir ki, halal qazan. Nəinki sən haram qazanasan. Gözəl aydır. Eləmirsən vaxtı ilə, gəl Allaha sarı. Eləmirsən, günah eləmirsən vaxtı ilə, deyir, gəl Allaha sarı. Allah bağışlayacaq. Deyirsən, yox, qorxuram, Allah bağışlamaz məni. Allah bir əli ilə vurar məni. Gəlginə, səni vurmamış gəl. Niyə gəlmirsən? Gəl Allaha bir tövbə elə, bir istiğfar elə də. Axırıncı və istiğfar nə vaxt eləmirsən, heç bilmirsən. Axırıncı və tövbə elə, nə vaxt eləmirsən, heç bilmirsən. Gəl Allaha sarı. Allah bağışlayacaq, Allah mehribandır, Allah bağışlayan Allahdır. Quran-ı Kərim neçə dəfə deyir ki, Allah ki, mən bağışlayan və mehriban Allaham. Hər sözündə bunu deyir. Mən bağışlayanam, mən mehriban Allaham. Səsin Quran-ı Kərimdə Ali İmran surəsində Allah bəzən neymətlərin adını sayır. Hər neymətin adını çəkəndən sonra deyir ki, فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ deyir, Allahın hansı neymətini inkar edə bilərsən? Allah cənnətdən danışır, cənnətdən danışır, insan yaradılışından danışır, öz qüdrətindən danışır, rəhmətindən danışır. Hər cümlədən sonra deyir ki, فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Allahın hansı neymətini inkar edə bilərsən? Heç bir neymətin. Bir dənə ayə var orada, cəhənnəmdən danışır Allah. Cəhənnəmin uhtəməsindən, dibindən danışır, alovundan danışır, istiliyindən danışır. Qayıdır deyir ki, فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ Allahın hansı neymətini inkar edə bilərsən? Heç bir neymətin. Elə deyil. Heç bir neymətin sən inkar edə bilərsən. Çünki Allah sənə bunu bəxş edib. Allah bunu sənə bəxş edib, sən də onun həqiqi eşqlə yaşayacaqsan. Allah bağışlayandır, mehribandır. Allah bizim günahlarımızı, xətalarımızı qələm əfv çəksin.
Hansı ki o günahlar ki onunla rabitədə bizə mane olur, həmin o günahlarımızı qələmə əfv çəksin. Hamınızdan da ilk növbədə üzr istəyirəm ki, ola bilər yaxşı danışmadım və yaxud nəsə baş verdi üçün səhhətimlə bağlı problemlər olduğu üçün həm qısa danışmalı oldum. İnşallah sabahki mövzumuzda bu gün ilahi hökmlərdən 3 nümunə gətirə bildim. Ona görə də indi sabahki mövzumuzda inşallah ilahi hökmlərin ləzzətin çox güman ki başa vuracağıq Allahın izni ilə. Bir neçə dua edeyim, zəhmətimi yekunlaşdırım. Allahümmə inna nəssəluka mədaruk bismikəl əzzəl əkram əl-əcəl əkram. İlahələrimizi nailmi sinələrimizə qaytarma. Amin deyən dillər lal öldürmə. İlahi Pərverdigar, sənə and verir izzət-i cəlal və mərhəmət və məğfirət və ki, bizim günahlarımızı qələmə əfv. İlahi Pərverdigar, qərib yerdə olanları sağ və salamat vətənlərinə qaytar. İlahi Pərverdigar, işi olmayanlara iş, ev olmayanlara ev, libas olmayanlara libas, övladı olmayanlara övlad nəsib elə. İlahi Pərverdigaram, səngərdə düşmənlə üzə dayanan cavan qardaşlarımıza düşmən hiləsindən, gülləsindən hifz elə. Qazilərimizə, şəhid ailələrinə səbr-əzm inayət elə. Dünyadan köçənlər, ustadlar, müəllimlər, yaxınlar, valideynlər hamısını qəriq rəhmət elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Onların ruhlarını bizə duaçı qərar ver. İlahi Pərverdigar, Peyğəmbər və onun əhl-i beytinin dünya və axirət şəfaətini bizə əsirgəmə. Onların bu dünya ziyarət, üqbada şifaətini bizlərə nəsib elə. İlahi Pərverdigara, qız gəlinlərimizi, analarımıza xanım Zəhra, xanım Zeynəbə bağışla. Körpələrimizi, uşaqlarımıza xanım Rüqəyyə Əliyə Əsxərə bağışla. Qasimə bağışla. İlahi Pərverdigara, yaşlılarımızı, ağsaqqallarımızı Həbibi ibn Məzahirə bağışla. Gənclərimizi, cavanlarımızı Bəni Haşim cavanlarına Əli Əkbər ağaya, Əbəlfəz ağaya bağışla. İlahi Pərverdigara, zehnimizə gəlməyən duaları da bu dualarla bahəm qəbul elə. Borcu olanların borclarını qeyb xəzinələrindən əda elə. Xəstələrə şifa acil mərhəmət elə. İlahi Pərverdigara, ilk və əvvəl duamız olan zamanı imamın zuhurun təcil qərar ver. Ağanın zuhuru zamanı hamımıza görməyi nəsib elə. Assalamu aleykum və rəhmətullah. Salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Evet, şerif